Heç o məsəl var el arasında. O e, dolu bardağdan heç görün səs çıxır, səs çıxmır. Amma boş bardağdan səs çıxır. Bir var oxuyan müğənni, xanəndə, bir də var oxumaq istəyən. Bunlar bəzi kütlənin bir hissəsini aparırlar ardıcan. Onlar da bunları tərifləyir. Bunlar necə oxuyursa, onlar da oxumağı elə başa düşür. Bunlar necə bayağı oxuyursa, onlar da bayağını başa düşür. Amma bizim xalqımızın içində çox gözəl musiqini bilənlər var. Heç musiqiçi olmayanlar var. İndi bizə yazırlar, görürəm ki, necə gözəl, yüksək musiqi zövqü olan bizim insanlarımız var. Yazırlar bizə, soruşurlar, valla deyirlər, buna açarsan qoyulacaq. Hamısı bu televiziyaların günahıdır. Hamısını mən onlarda bilirəm. Dəvət edirlər bunları, aparıcı da onlar səviyyəsində, səsi olmayana deyir ki, sənin şaqrar səsin var, səsi olana da o sözü deyir. Yəni, mən belə başa düşürəm ki, yerində deyir bu kadrlar. Sən buna indi, bunun geçdizliyi var da. İndi o ki, deyirlər, mən oxuya bilirəm, amma ona görə özləri başa düşsün, xəcalət çəksinlər ki, musiqi çətindir, oxumaq. Bir xanəndənin və yaxud musiqiçinin yetişməyinə 20-25 il vaxt tələb olunur. O da əgər yetişsə, əgər 3 aya, 1 aya bir klip çəkdirib, deyir, mən nə deyirlər, trend deyirlər. Mən trendə düşmüşəm. Ondan nə gözləyirsiniz, valla? Mən, valla da artıq sözüm yoxdur da. Mən qulaq asamıram onlara. Sən hamısı nəyə görə çoxaldı oxuyan, əsas onun səbəbini deyim. Bu son illərdə aparaturalar çıxdı, xaric oxuyur, səsi yoxdur, onu kompüterlə düzəldirlər. Güya bunun səsi var, güya bu düz oxuyub. Əvvəl mən böyük ansambulun bədii rəhbəri idim. İl ərzində heç 20 dənə mahnı lenti ala bilmirdik biz. Necə olurdu bəs? O, hələ səsi olan profesional xanəndələri deyirəm mən. İndi gedir, bir ayın içində neçə dənə mahnı yazır. Kompüter kimi də, inkubator kimi buraxırlar. Mənim sözüm bu qədər. Tək mənlə necə deyərlər, iş düzəlmir, hamı buna mövqesini bildirməlidir.